Qəradağın qeyrətli köçəriləri hər zaman mənşətdən difa eləməyə amadədirlər. Bu nəcib insanlar Səhyunisti rejimin cinayətlərini məhkum eləyib İslam İnqilabın müəzzəm rəhbərinin qati mövzeyləri və müsəlləh niyurların kəskin cavablarından difa edirlər. Hər zaman ki vətən adı gələ, Qəradağın qeyrətli əşairi də səhnələrdə hazır olub ta vətənin baş ucalığına çalışalar. Bu dönədə ki, vətənimizə həmlə olunubdu İsrail təvəssütü ilə, Qəradağın qeyrətli əşairi öz ürək birliklərin rəhbəri müəzzəm inqilaba və niruhay müsəlləhə elam elədilər və dedilər ki, hazırıq vətən yolunda canımızdan, malımızdan geçək, baş verək, topraq verməyək. Biz rəhbərin dalındayız. Rəhbər nə buyursa biz onun əmrində varız. Biz əşairi, bizim qeyrətimiz var. Biz heç vədə qoymarıq düşman bizə hücum eləyər. Biz onun qabağını alacağıq. Hər vaxt rəhbərimiz əmri buyursa, gənc libasını deyib gedəcək yolların qabağında cəngir. Bizim rəhbərimiz Seyyid Əli Xamenei idi. Nə əmri buyursa biz onun xidmətində varıq. Həmişə kürəyində durmuşuq, yenə də duracağıq. Niruhay müsəlləh gecə-gündüz də İranımızdan difa eləyirlər. Bu asayiş, əmniyyət ki vardı, onlara mədyunuq, onlara sözün nə mənədir? Onlardan da təşəkkürlük eləyirik. Onlara Allah bizim sahəsini başımızın üstdən əskik eləməsin. Təşəkkür eləyirəm Niruhay müsəlləhdən. Zəhmət çəkirlər İranımızda, keşvərimizdə difa eləyirlər. Həzrət Ağa icazə versə, biz də hazırıq yenə keşverimizden difa eləyək. Bu parçam bizim namusumuz, qeyrətimizdir. İsrail heç qələt girə bilməz. Əşair vaxtı, inqilaba dayaqdır. Biz əşairik, qonaq sevərik. Bizim nə qədər ki, Qiraq şəhridəki qonaqlarımız var, İranın ki, nə qədər ki, qonaqlarımız var. Hamısı gəlsə, hamısının qabağında biz qəzasına, çörəyinə, burada mənzil, özümüz eşikdə də yatmalı olsa, onlara mənzillərimizi verəcək, onlar bizim mənzildə yazsın. Allah İsrail namud eləsin, zəlil eləsin. Heç kəsə rəhm eləmədi, zənan uşağa rəhm eləmədi. Amma bu cəngidə bir tedad xain vətənfuruşlar vardı ki, öz şərəfin, qeyrətin, namusun satırlar biqanələrə, əşairin sözü onlar üçün budur. O kəslər ki, İranı satır, İranın çörəyini yeyir ki, İranı satır, mən bu itimdən əskikdir olar. Bu it mənim qapımda qalır, məni heç mövqeyə satmaz. O kəslər ki, İranı satıb, mən bu itimdən əskikdirlər. Qəradağın qeyrətli, şərəfli əşairləri inqilabdan indiyə kimin rəhbərin və nizamın armanlarından himayət edib və dayaq olublar və bu dönədə yenə öz ürək birliklərin nizam və rəhbəriyə göstərdilər. Pərviz Gülizadə, xəbərgüzari Seda və Sima, Əhər.